Piyələnmə xəstəliyi özlüyündə hər hansı bir endokrin xəstəlikləri yarada bilərmi? Məsələn, deyirlər ki, piyələnmə olan adamlarda şəkərə meyilli olur, onlar şəkərə tez tutula bilirlər. Piyələnmə xəstəliyi artıq əsrimizin bəlasına çevrilmişdi. Bəli, piyələnmə xəstəliyi başda ürək-damar sistemi xəstəlikləri olmaqla bir çox endokrin xəstəliklərə kök açır, yəni yol açır. Bunların da başında şəkərli diabet tip 2 gedir. Ümumiyyətlə şəkərli diabet nə deməkdir? Bizim mədə-altı vəzimizin endokrin və ekzokrin funksiyası var. Endokrin funksiyası məhz şəkərli diabetin əmələ gəlməsinə səbəb olur ki, buradakı disfunksiya, bəli, piyələnmənin nəticəsində də biz deyirik ki, mərhələli şəkildə bir metabolizmamızın bir pozulması əmələ gəlir. Doktor, bu piyələnmədən əziyyət çəkən insanlara məhz bu piyələnmənin yaratdığı endokrin xəstəliklərdən xilas olmaq, müalicəni rahatlaşdırmaq üçün nə məsləhət görürsünüz? Ən başlıca məsləhət gördüyümüz şey qidalamanın korreksiyasıdır. Əlbəttə ki, hər insan bunu bacarmaya bilir. Çünki obezite nəticəsində insanlarda psixoloji status da dəyişilir. Həm hormonal, həm psixoloji status dəyişilir. Bu psixoloji statusun dəyişməsi depressiv durumlara gətirib çıxardır. Yəni xəstə piyələnmişdir, yəni kiloludur və bu kilonun öhdəsindən gələ bilmək alınmırsa, getdikcə daha çox yeməyə başlayır və bu risk getdikcə artmağa başlayır. Ona görə biz hər iki balansı normallaşdırmalıyıq. Həm endokrin sistemi, həm sinir sistemi normallaşdırmalıyıq və burada həm bir psixoloq, həm bir cərrah, həm bir terapevt, həm bir endokrinoloq, yəni birgə bərabər şəkildə çalışmalıdır. Niyə? Kilo vermək üçün. Yəni bu kilonu sağlam şəkildə verməyə çalışdırmalıyıq. Bəli, bəzən alınmaya bilir, çox yüksək kilolular olur ki, bu insanlar öz öhdəsindən gələ bilmir, mədə çox böyümüşdür, yəni kisələşmişdir deyə bilərik. Bu halda bizim əlbəttə ki, cərrahlarımıza çox böyük ehtiyacımız duyulur. Belə deyək ki, piyələnmə kompleks digər xəstəliklərin yaranmasına, endokrin xəstəliklərin artmasına və onların daha da ağırlaşmasına səbəb olur. Tamamilə doğrudur. Bəs belə bir məsələni piyələnmədən azad olmaqla ikinci tip şəkərli diabetdən xilas olmaq olar fikrinə münasibətiniz necədir? Yəni həqiqətən bir insan arıqlamaqla ikinci tip şəkərli diabetdən xilas ola bilər və yaxud da onun simptomları, onun dərman dozalarını azaltmaq mümkün olar. Tip 2 diabet əgər bizim həyat prosesindəki disfunksiya nəticəsində əmələ gəlirsə, deməli bəli, azad olmaq olar. Bu azad olmaq necədir? İnsan normal kiloya qayıtmalıdır. Bu normal kiloya qayıtması üçün də müxtəlif vasitələr var burada. Həm cərrahi, həm tədavi yolları və bu ilaçların getdikcə bəli insulindən azad olmada buna yəni qayət çox rahat əldə etmək olur. Hətta mövcud ilaçları tamamilə azaltmaq və kəsmək də mümkün olur. Burada xəstənin iradəsi önəmlidir. Hətta mən bir əlavəni də eləyim ki, pasientlərim mədə-qismə əməliyyatı olub arıqlayandan sonra demək olar ki, dərman preparatlarını unudur və daha onlardan istifadə etmirlər. Yəni nəticəni görənə biri sizsiniz. Bəli, təşəkkür edirəm.